Nəyə görə kişilər köhnə filmləri, köhnə filmlərdə olan kişi personajlarını müasir filmlərdən qat-qat daha çox sevir və daha maraqlı izləyirlər? Çünki bu filmlərdəki kişilərin bir duruşu var idi. Super qəhrəmanlar belə maskulin enerji dolu idilər. İdeal deyildilər, səhvləri var idi, amma kişi idilər. Möhkəm və sərt duruşlu, özünə hörmətsizliyi qəbul etməyən imajları idilər. Elə bu səbəbdən İlkin Xəlilin Sovet kişisi personajı bizə çox xoş gəlməyə başladı. İndi isə bizə yedirilən yeni filmlərdə kişilər zəif, güvənsiz, həmişə əzilən və buna səbr edən, ağlağan və ya şit zarafatlar edən bir personaja çevrilir. Bunlar qarşısında səbrin adı isə empati və centilmen kişi adlanır. Və baxın, belə kişilər də var və belə kişilər də qəhrəman ola bilir deyərək kişiləri cılızlaşdırırlar. Əslində bunu qadınların özləri də sevmir və bu tər kişilərə prenses erkək adını veriblər. Nəzərə alsaq ki, Azərbaycan testosteron hormonuna görə dünyada 4-cü yerdədir. Bax elə bu səbəbdən biz kişilər bu yeni tərzi qəbul etmək istəmirik. Belə görürəm ki, axırımız yaxşı yerə getmir. İnşallah sonra bizə deməzlər. Bana yaşa işte. Sen bu özünü hörmətləmirsən, bana yığışdırırsan.